Növbəti hərəkətimiz diagonal hərəkətdir. Diagonal hərəkət, bucaq altında hərəkət. Ya uc-bucaq hərəkəti deyirlər buna. İki uc-bucaq var. Bizdə uc-bucaq qabağa və uc-bucaq arxaya. İndi birinci biz uc-bucaq qabağa. Yəni bu formada gedir. Bir uc-bucaq belə gedir. Bir uc-bucaq isə əksinə, arxaya bu formada gəlir. Biri belə, biri isə belə. İndi birinci bu uc-bucaq 45 dərəcə götürür. Düz dururam. 45 dərəcə bu, 45 dərəcə bu. Və uc-bucaq yaranır. Konus. Konuslardan istifadə edə bilərik. Qoyuruq bunu bu formada. Frontal vəziyyətdə. Və buradan addımlayıram. Diagonal addım. 1. Qayıtın yerini. Diagonal addım 2. Və diagonal addım ataraq biz sadə addım atırıq. Yəni bu formada əllərin ikisi də bu yana gəlir. Bu yana. 1. 2. İkinci hərəkət. Çiyini qabağa verərək. Əks çiyin. Niyə görə əks çiyin? Sol ayağı atıramsa sağ çiyin gəlir. Sağ ayağı atıramsa sol çiyin gəlir. Baxın. 1. 2. 1. Burada da çiyin hərəkəti olanda təkan arxa ayaq verir. Təkanı verir, çiyin gedir. Addımla bərabər eyni zamanda 1. Sonra arxa ayaq dartılaraq gəlir. Bu yana yenə təkan sağ ayaq verir. Sağ çiyin gedir qabağa. Sol addımlayır. 1. Arxa ayaq gəlir, duruşu bərpa eləyir. Yəni bu da vacibdir. Baxın. 1, 2. 1, 2. Bu formada. İndi bunun tətbiqi nədir bəs? Döyüşdə bu tətbiq hansı formada olur? Mən də çıxıram. Birinci hərəkət. Baxın, sadəcə çiyinlə. Baxın. 1, 2. Yaxınlaşdım. Bu yana. Uklon edirəm. Yayınıram. Hərəkətdən yayınıram. Və addımlı. Bu ayaq gedir yana. Ondan sonra əl qalxanvari hərəkət edir. Baxın. 1, 2. Bu qalxanvari hərəkət. Bloklarla gedirəm. Baxın. 1, 2. Bu formada blok. Həm blok, həm göz nayəsinə zərbə. Bu formada. Göz nayəsi. Addımla. Bu formada. Diagonal hərəkət. Bu formada 2 qat blok. Biraz qabağa gəl. Ayaq hərəkətləri əlavə edə bilirik. 1, 2, 3. Evet, müxtəlif bu formada yana diagonal blok, dizini zədələmə. Blok, zədələmə. Blok, xaya nahiyəsinə zərbə. Blok, xaya nahiyəsinə zərbə. Aydın mı? Və bu diagonal hərəkətimiz. Danışırıq, itəliyir misal üçün. Əllərinlə vurur, itəliyir mi? Və bu halda bunu çıxıram yana. İtələdiyi zaman hop. Buradan o bir əlinlə itəliyir, hop. Çıxıb bu müdafiələr, zərbələrə qarşı zərbə vurdu, çıxdı. O bir əllə vurdu, bu yana çıxdı. Hook zərbəsi vurduğu zaman, misal üçün blok eləyirəm, diagonal addım atıram, baxın. Buradan. Buradan. Qabaq əllə vurursa, bura diagonal çıxıram. Baxın, addımı yoxsa atmışam. Diagonal. Yerində durmuram. Burada yerində durub blok eləmək olmaz. Vurub keçəcək səni. Hərəkət edirəm. Buradan. Sonra buradan. Keçirik fənlərə. Qabağa olan, qabağa üçbucaq. Biz başa bu önə, qabağa addımlayırdıq.
qabağa və bunu biz çalışırıq sürət formasında öyrənək. İndi isə geri, arxaya üç bucaq. Arxaya uc bucaqda biz arxaya gerilənirik. 1 2 yəni geriləyirik biz. Çəkilirik arxaya. Məsafə yaradırıq. Məsafə yaradıram. 1 2 1 Əllər də işləyir. Əllər də işləməlidir. Əllər də işləməlidir. Hərəkət eləyir. Bu formada eləyir. Qabaq əllə zərbə atır. Baxın. Mən ucu-bucaq yana addım atıram. Baxın. Görürsünüz? Yayındım zərbədən. Ucu buradan mən qəşəng low kick vura bilərəm. Dərhal özünü. Çəkildim, bam, buradan. Bam, sonra növbəti hərəkət. Yəni, mən ayaq məsafəsinə çıxıram. Bu məsafədə biz yumruq, dirsək, diz məsafəsinə çıxırdıq. Burada isə biz uzun zərbələrə keçə bilirik. Zərbə vurur, yayındım, buradan. Qaburğasına zərbə. Buradan patiseçka eləyə bilərəm. Müxtəlif hərəkətlər buradan işləyə bilərəm. Yayındım, zərbə at. Stoykaya dururam. Buradan tullanaraq at. Budur. İsə yana çıxıram. Məsafə. Bəlkə mən onunla döyüşmək istəmirəm. Baxın, təliyir. Və çəkildim, çıxdım aradan. Döyüşmürəm. Yaxın təmasa getmirəm. Birinci uç bucaq bizə qabaq, ön təmasa girmək imkan yaradır. Döyüşə giririk. İkinci uç bucaq isə bizə məsafə yaradır. Biz məsafə yaradırıq və baxırıq. Rəqibə baxırıq. Bəlkə üstündə bıçaq var, tapanca var. Üstündə bəlkə tək deyil, sağa sola baxırıq. Taktiki bizdə üstünlük var. Biz baxırıq. Lazımsa aradan çıxıram. Lazımsa döyüşürəm. Yəni bu da arxaya çəkilmə. Arxaya çəkilmə uç bucağı. 1 2 1 2 Cəld o bu formada olur. 1 2 1 2 1 2 1 2 bu formada olur. O arxa uc bucağı.